Və siz məni erməni olmaqda ittiham edirsiniz Facebook üzərindən. Və deyirlər, Akif Nağıya bir kəlmə deyin ki, ailəsindəki ermənilərə baxsın, sonra səni ermənilikdə günahlandırsın. Kimdir ailənizdə erməni olan? Çox maraqlıdır. Yalandır, başda yalan. Niyə sizin haqqınızda yalan danışmağa maraqlıdırlar? Məsəl üçün deyək ki, mən tutaq ki, hansı məcburi köçkünə toxumuş. Hər kim zəng eləmiş. Görürsünüz, bir sual verir. Mən sizə sual verirəm, adi. Anonim lazım deyil. Çünki mən belə qəraətim ondan ibarətdir ki, siz o sualı özünüzdən uydurursunuz. Mənim nəslim, nəcabətim, Ağdamın Paprava Sizin paylaşımınızın altında yazıblar. Gedin araşdırın, verin cavablarını. Kimsə nəsə yaza bilər orada, heç oxumuram, nəslim danışdığınızı oxumuram, orada baxmıram. Bilirsiniz niyə? Çünki siz o qədər məsuliyyət daşımayan birisiniz. Bizi saçı ağartmaqla insan həyatda mövqeyi olmur. Mən həqiqətən sizin saçınızın ağırlığına... Bir dəqiqə, Akif Nağı 1-ci Qarabağ Savaşında 4 və 5 qardaşı ilə aldığım məlumata görə Qarabağı tərk edənlərdən ilk olub və bugün burada oturub, Ağdam uğrunda döyüşməyən adam olmuşsunuz, burada oturub Ağdam haqqını çox xahiş edirəm. Yəni, burada bilirsiniz necə, artistliyə ehtiyac yoxdur. Artist olmaq gözəldir, mən bütün artistlərimizə hörmət edirəm. İndi qulaq asın, sizin danışığınızı incələyəcəm. Dünən gördünüz ki, çox özünə hörmət edən adamlar yazır. Yo, dayanmıram. Qoy fikirlərimi deyim, sonra deyəcəksiniz. Baxıram ki, YouTube kanalınızda yazmışsınız. Mən Səidə Bəkir qızını təhqir etməmişəm. Q yazıb nöqtə qoyub cığı yazmışam. Mən ona qadın kimi yox, qadıncıq kimi baxıram. Onda sizin evinizdəki xanımlar Q nöqtə cıqlardır da, belə çıxır. Özünüz bilərsiniz. Necə başa-düşürsünüz, özünüz bilərsiniz. Yox, hər halda siz Azərbaycan qadını və deyirsiniz ki, Səidə xanıma mən qadın kimi baxmıram. Bəli. Mən sizi kimi kişilərə baxanda həqiqətən çox qeyrətli kişiyəm, həqiqətən də. Və bunu sübut eləyirəm sizə. Ki, Qarabağ uğrunda döyüşməyən birisinin oturub burada məcburi köçkünlərlə bağlı Səidə bunu dedi. Xətrimə dəydi danışmağa haqqı yoxdur. Ayıbdır, həqiqətən ayıbdır. Həqiqətən ayıbdır. Niyə aidiyyatı yoxdur? Məcburi köçkün haqqı tələb eləmirsiniz məndən? Bəli. Qarabağ uğrunda şəhidlərimizin anaları. Nə oldu 5 qardaşdan biri biz yaralanmamışsınız Qarabağ uğrunda? Niyə? Sən nə bilirsən yaralanmamışsın? Niyə? Nə bilirsən? Yaralanmışsın bizdə. Deyirəm adını çək də, harada savaşmışsınız, harada yaralanmışsınız, çəkin adını. Sən zəng eləyən adını çəkmənə, mən də sənə cavab verəcəm orada. Yox, bir dəqiqə, faktınız var, qoyun faktınızı ortalığa. Nöqtə məni erməni olmaqda ittiham edirsiniz. Bilirsiniz Akif bəy? Bilirsiniz Akif bəy, o erməni məsələsində yox, bir dəqiqə, mən çox səhv. Erməni məsələsində mənim soyumu, kökümü araşdırırsınızsa, mən sizə deyim kiməm mən. Mən Qərbi Azərbaycandan olan, Qafan rayonunun Şabadin kəndindən olan, babam tərtəmiz Azərbaycanlı, nənəm tərtəmiz Azərbaycanlı və bir ömürdə ermənilərə nifrət edən bir Azərbaycan xanımıyam. İrəvandan qaçqın gəlib bir bibim 5 övladı ilə hansı vəziyyətdə? Xocavənddən də bir bibim məcburi köçkün gəlib hansı vəziyyətdə? Evimdə qaçqını da görmüşəm mən, məcburi köçkünü də görmüşəm mən. Mən gözəl bilmişəm, onlar bir dəqiqə. Məsələdən uzaqlaşmır. Sözün var, danış sözün yoxsa mən durub çıxıb edəcəm, burada boş versən danışdan var. Yox, bir dəqiqə, mən fikrimi deməliyim sonra. Siz məni erməni olmaqda, ermənilərin xüsusi xidmət orqanlarına işləməkdə günahlandırırsınız. Siz kimsiniz? Mənə qarşı o ittihamı irəli sürürsünüz. Birinci sualım odur. Siz kimsiniz? Qarabağda döyüşməyən, heç bir kəndin azadlığı uğrunda savaşmayan, güya şəhidlərimizin haqqını savunan, nə bilim, məcburi köçkünlərin haqqını. Mən ittiham yağdırmamışam. Mən demişəm, cavabını verin.